Azərbaycanda havalar kəskin soyudu. Son günlər davamlı olaraq yağışlı hava müşahidə olunur. Hətta bəzi rayonlarda dolu, sel halları yaşanıb. Yerin qulağı kanı olaraq bu dəfə Azərbaycanda ən çox yağış yağan rayonları araşdırdıq. Azərbaycanın ən çox yağış yağan bir növ yağış paytaxtı hansı rayondur? Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Dünyada mövcud olan 7 iqlim qurşağından yalnız ikisi Azərbaycandadır. 1. Subtropik, ölkənin 65%-ni əhatə edir. 2. Mülayim, ölkənin 35%-ni əhatə edir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir. Onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir. Orta illik temperatur Kür ərazidə 14.5 dərəcə yüksək, dağlıqda isə 0 dərəcədən aşağıdır. Mütləq maksimum temperatur Naxçıvanda, Culfada 46 dərəcə, mütləq minimum temperatur yenə Culfa rayonunda -32 dərəcədir. Temperaturun illik amplitudu Naxçıvanda 60 dərəcədən çox olur. Budur Azərbaycanın ən çox yağış yağan 10 rayonu. 10-cu yerdə İsmayıllı rayonu gəlir. İsmayıllı ölkəmizdə meşə zənginliyi, təbiəti, havası ilə seçilən rayonlardan biridir. Burada illik yağıntı miqdarı 800 min mm-dir. Ölkəmizin ərazisinə görə 4-cü ən böyük rayonudur. Rayon ərazisində yağıntıların maksimum miqdarı may və sentyabr aylarına təsadüf edir. Qar örtüyünün ən böyük orta qalınlığı dekabrda dağ ətəyində 10, orta dağlıqda 20-50, dağlıqda isə 70 sm-dən artıq müşahidə olunur. Mümkün buxarlanma düzənlik və orta dağlıqda 600-800 mm təşkil etdiyi halda, yüksək dağlıqda bu kəmiyyət 300-400 mm, hətta 200 mm-ə düşür. 9-cu yer, Laçın rayonu. Laçın Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşir. İllik yağıntı miqdarı 900-1100 mm-dir. Qarabağın dağlıq ərazilərində yerləşən Laçın həm yağıntı, həm də soyuq iqlimi ilə seçilir. Yağışların çoxluğu çayların və bulaqların daim gur olmasına səbəb olur. Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır, 3594 metr. Ərazinin çox yerində qışı quraq keçən mülayim, isti və soyuq iqlim üstündür. Orta temperatur yanvarda -10 dərəcədən 0 dərəcəyədək, iyulda 10-22 dərəcə arasında dəyişir. 8-ci yer, Şamaxı rayonu. Şamaxı rayonunun ərazisi Baş Qafqaz silsiləsini, Qobustan, Ləngəbil silsiləsini və Şirvan düzünü tutur. Maksimal hündürlük 2500 metrə çatır. İllik yağıntı miqdarı 900-1100 mm-dir. İqlimi cənubda qışı quraq keçir, şimalda yayı quraq keçən mülayim istidir. Zəngin meşələri, subal və aid çəmənlikləri, dağ bozqur və yarım səhra bitkiləri var. Şirvan dağlarının iqlimi yağışlı payız və yaz mövsümləri ilə tanınır. Burada yağışlar üzümçülüyə və kənd təsərrüfatına müsbət təsir göstərir. Rayonun ən məşhur turizm zonalarından biri Pirquludur. 7-ci yerdə Qəbələ rayonu yer alıb. Qəbələ dağlıq ərazisi və sıx meşələri ilə tanınır. İllik yağıntının miqdarı 1000 mm-dir. Qəbələdə yağışlar turizmin də bir parçasıdır. Yağışdan sonra meşələr daha da möhtəşəm görünür. Nohur göl ətrafında yağan yağış sularının təsiri ilə unikal ekosistem formalaşıb. Dağların ətəyində dəniz səviyyəsindən 1000 metr yüksəkdə yerləşən Şabalt meşəsi bu rayonun sərvətidir. Gür yağan leysan yağışlar, isti hava şəraiti bu ərazidə həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəb olub. Qəbələ ərazisində qış fəsli orta temperaturu 3.9-9.4 dərəcə, yay fəsli orta temperaturu isə 15.4-29.5 dərəcə arasıdır. Rayonda qar örtüyü 45 gün yerdə qalır. 6-cı yerdə Şəki rayonu gəlir. Şəkinin təbiəti çox rəngarəngdir. İllik yağıntı miqdarı 900-1100 mm-dir. Böyük Qafqaz dağlarının yamacında yerləşir. Sel hadisəsi daha tez-tez müşahidə edilir. Yatağı şəhərin qərb hissəsində yaxın olan Kiş çayı hövzəsi dünyanın ən güclü sel gedən yerlərindən biridir. Dağ meşələri şəhərin sellərdən qorunmasına imkan verir. Şəhərin mənzərəsini daha da gözəlləşdirir. Yağıntının yarısı may, iyun, sentyabr, oktyabr aylarında yağır. Ən az yağıntı avqust 35 mm, yanvar 29 və fevralda 36 mm olur. Kiş kəndində 775 mm, Xan yaylağında isə 1000 mm-dən artıq yağıntı düşür.
5-ci yer Zaqatala. Zaqatala rayonu da zəngin meşə örtüyü, təbiəti ilə seçilən rayonlarımızdan biridir. İllik yağıntı miqdarı 1200-1400 mm-dir. Rütubətli subtropik iqlimə malikdir. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıq da soyuqdur. Orta temperatur yanvarda yüksək dağlıq hissədə -10 dərəcədən, düzənlik hissədə 1 dərəcəyədək, iyulda müvafiq olaraq 5 dərəcədən 24 dərəcəyə qədər dəyişir. Yağışlı hava səbəbindən Zaqatalanın təbiəti həmişə yaşıl və canlıdır. Qoz və fındıq bağları burada yağışların verdiyi nəm sayəsində çox məhsuldardır. Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. 4-cü yer Lənkəran. Lənkəran rayonu da yağışlı havası ilə tanınır. İllik yağıntılı miqdarı 1600-1700 mm-dir. Mart ayından sonra yağıntıların kəmiyyəti tədricən azalır və iyul ayında bütün meteoroloji məntəqələrdə illik minimum müşahidə edilir. Bu aydan sonra yağıntılar nəzərə çarpacaq dərəcədə çoxalır və payız aylarında ən yüksək hədd olur. Lənkəran ovalığı həm yağış, həm də rütubət baxımından unikal ərazidir. Çay plantasiyaları və sitrus bağları burada iqlimin birbaşa nəticəsidir. Dənizdən gələn rütubətli hava və Talış dağlarının maneə yaratması bölgədə yağışların toplanmasına səbəb olur. 3-cü yerdə Lerik rayonu yer alır. Uzunömürlər diyarı olan Lerik həm dağlıq relyefi, həm də dənizə yaxınlığı ilə yağışlı bölgələrdən biridir. İllik yağıntının miqdarı 1400-1600 mm-dir. Payız aylarında Lerikdə sanki duman və yağış ayrılmaz mənzərə yaradır. Payız fəslində Lerikdə tez-tez yağış yağır. Kənd yollarına gediş-gəliş çətinləşir. Yayı quraq keçən mülayim isti yarım səhra və quru çöl iqlimi, həmçinin yayı quraq keçən mülayim isti iqlim üstündür. Orta temperatur yanvarda 1-4 dərəcə, iyulda 22-12 dərəcədir. Yağışlar burada sıx meşələrin və təmiz bulaqların yaranmasına səbəb olub. 2-ci yerdə Azərbaycanın ərazisinə görə ən böyük rayonu Quba rayonu gəlir. Qubanın iqlimi düzənlik və dağətəyi hissədə yayı quraq keçən mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur yanvarda -4 dərəcədən 1 dərəcəyədək, iyulda 2 dərəcədən 24 dərəcəyədək dəyişir. İllik yağıntı miqdarı 1200-1400 mm-dir. Qafqaz dağlarının şimal-şərq yamacları Qubanı bol yağışlıdır. Alma bağları, meyvə-tərəvz istehsalı burada yağışın verdiyi bərəkət sayəsində inkişaf edib. Payızda və yazda yağışlar çayların şişməsinə səbəb olur. Afurza şəlaləsi də yağış mövsümündən daha gür axır. Və nəhayət 1-ci yer. Azərbaycanın ən çox yağış yağan rayonu, söhbət Astara rayonundan gedir. Astara Azərbaycanın yağış paytaxtı adlandırıla bilər. İllik yağıntı miqdarı 1700-1800 mm-dir. Xəzər dənizi sahilində yerləşməsi və Talış dağlarının ətəklərində olması səbəbindən bol yağıntı düşür. Tropik meşələri xatırladan sıx subtropik meşələr, sitrus bağları, çay plantasiyaları məhz bu yağışlar hesabına inkişaf edir. Xüsusilə payız və yaz fəsillərində günlərlə aramsız yağış yağması adi haldır. Yayı quraq keçən mülayim istim rayonun düzənlik və dağətəyi hissəsi respublikanın rütubətli subtropik zonasına daxildir. Orta temperatur yanvarda -1.5 dərəcədən 4 dərəcəyədək, iyulda 15-25 dərəcə arası dəyişir. Gördüyünüz kimi, Azərbaycanın yağışlı rayonları həm təbiəti, həm kənd təsərrüfatı, həm də həyat tərzi ilə fərqlənir. Sizcə payız fəslində bu rayonlardan hansına getmək, gəzmək maraqlı olar? Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.